23-cü suala deyir ki, first come first served, yəni birinci gələn birinci işini görər. Birinci gələn birinci SQL deməli girir alqoritmində. Average waiting time nədir? Ortalama gözləmə vaxtı nədir? Əslində bu çox asan sualdır. Əgər bu olmasaydı çox çətin sual olacaqdı. Çox çətin, yəni biraz işləmə lazım olacaqdı. Bunu hazır verib deyə bilər. P0-ın gözləmə vaxtı 0-dır, P1-in gözləmə vaxtı 13-dür, P2-nin gözləmə vaxtı 13+x-dir. Ortalama gözləmə vaxtı da bunların ədəd ortasıdır. Böl 3, yəni 26 plus x böl 3. Deyək ki, bunlar verməmiş olsaydı necə tapacaqdıq? Tutaq ki, bunlar verilməmiş olsaydı necə tapacaqdıq? Birinci 13 saniyə iş görən P0 gəlir. Sonra x saniyə iş görən P1 gəlir. Sonra 1 saniyə iş görən P2 gəlir. P0 yenə bir otaq düşünün və ya kassa düşünün. Tutaq ki, bir otağa girirlər. Həkimin qabağında növbəti kimi düşünün. Birinci gələn birinci girir. 13 saniyə P0 13 saniyə işləyir. P0 ən birinci gəldi. 13 saniyə. P0 0-cı saniyədə girdi otağa. 13-cü saniyədə çıxdı, 13 saniyə işlədi. Sonra P1. P1 13-cü saniyədə girmiş oldu otağa. X saniyə işlədi. 13+x-ci saniyədə çıxdı otaqdan. Otaq dedim, əslində SQL-da həkim otağı kimi düşünə bilərsən, rahat başa düşmək üçün. Normalda texniki dildə bu SQL-da emal prosesidir. Sonra P2 də 13+x-ci saniyədə SQL-a girir və ya otağa girir. Otaq, yəni allegoriyadır, elə bir şeydir. 14+x-ci saniyədə emal başa çatır. Hamısı 0-cı saniyədə artıq otağın qabağında hazır olduqları üçün bunlar waiting time'lar olur. Yəni belə düşünə bilərsiniz. Çox saatda kimdir, qapısında növbədir. Hamı səhər saat 8-də gəlib, amma biri saat 8-də həkim işə başlayır, amma biri hamısı səhər saat 8-də hazırdır da. Amma məsələn P0 ən tez gəlib. P0 6-dan buradadır, P1 7-dən buradadır, P2 8-də gəlib. Amma səhər saat 8-də hamısı otağın qabağındadır. P0 ən tez gəldiyi üçün P0 götürür birinci. Sonra P1-i götürür, sonra P2-ni götürür. Səhər saat 8-dən də gözləmə vaxtları hesablanır. Bu şəkildə 0, 13, 13+x olur. Totalda 26+x total gözləmə vaxtıdır. Average gözləmə vaxtı da bunun ədəd ortasıdır. 26/x+3. Buna heç ehtiyac yoxdur. Çünki Pamir burada onsuz da waiting time'lar verib. Bunları toplayıb işə bölüb tapa bilərsiniz.